Həyat yoldaşınız nə qədər maaş alsa sizə kifayət edər? Minimum 500.000 dollar. Nə oldu? 5.000 dollar. Ana 5000-dən ay mənə çəkmə də. Niyə çəksən bax? Sənə nə qədər alsan yetər? Mən harca bir 800 manat alsam bəsdir mənə. Tək olsam 800 manat mənə bəsdir. Bəs ailənlə birlikdə. Yo, ailə zat qurmaq fikirləşmirəm, heç qurmaq da istəmirəm. Nə qədər maaş alsaz sizə yetər? Nə qədər maaş alsam mənə yetər olar. Wow. 3500-4000 belə minimum. Minimum bəli. Azərbaycanda çətindir bundan bağlı. Nə qədər alırsınız? Hal-hazırda fərqlidir. Özüm turizmdə menecer işləyirəm. Maaşım belə də 1500, 2000 olur 3000-ə çatır arada belə. Özümdən asılıdır. Nə qədər maaş alsaz sizə yetər? Düşündüyüm yaşda ən azı aylıq 5000 manat. Yəni 5000 üstü. Nə qədər maaş alırsınız? 1000 manat. Nə qədər almaq istəyirsiniz? 2000 manat, 2500. Nə qədər çox olsa o qədər yaxşıdır. Nə qədər maaş alsaz sizə yetər? 2000 bəlkə də. Nə qədər alırsınız? Özüm tatmaq istəyirəm. Yəni fərqli maaşlar olur. Hər ay yəni dəyişir. İnsanoğlu 1 milyon da alsa yetməyəcək. Onu yəni elə bir qiyməti dəqiqdir. Hə indiki götürsəm 1000 manat maaş alsam mənə yetər müəyyən müddətə qədər. Çox dərdi var. Təsəvvür edin ki 1 milyon alırıq və sizdən birikdirik az. Az, yəni insanoğlu Azərbaycan üçün o az olacaq. Deyəcək 2 milyon alaq. Çünki çox pulun çox dərdi olur. Bu haldakı tək vəziyyətdə 1500-2000 arası bəs eləyər bir insana. Yəni həm qarşılıqlarını ödəyər, nəzəri xərcləri onu ödəyər, həm də ki rahat yaşaya bilər. Nə qədər maaş alırsınız? Mən hal-hazırda 450 alıram. Avtokənd işləyirəm. Qazancım da olur.